Qalıcı kontura sahib olmaq üçün deyilənə görə dodaq tintindən istifadə etmək lazımdır. Çox videolar görürəm internetdə. Mən də yoxlamaq istədim bu tinti və onu sonra fırça ilə dağıtmaq lazımdır. Gəlin yoxlayaq. Məndə qəhvəyi rəngdədir. Payızda aktual olan rəngdir. Belə çəkirik. Və bunu indi fırça ilə yaymalıyam. Əgər qəşəng qalınsa, bundan sonra ancaq belə kontur çəkəcəm. Ay, silindi ki. Siz bəs payızda hansı rənglərdən daha çox istifadə edirsiniz? Şərhlərdə yazın. Mən qəhvəyi xoşlayıram. İndi biraz gözləmək lazımdır ki, qurusun. Burada da biraz dağıdım. Sonra üstündən gloss çəkəcəm. Tint artıq qurudu. Amma biraz yapışkandır. Baxın, dodaqlar daha həcmli görsənir belə. Və şəffaf gloss götürürəm. Üstündən çəkirəm. Məncə qəhvəyi glossla daha qəşəng alınardı ya da bejlə. Siz fikirlərinizi yazın. Mən indi gün boyu belə gəzib şərhlərdə yazacağam. Qalıcı idi, kontur yoxsa yox. Abunə olmağı unutma.